Bizim bir də bu nə qədər ki testlərdir, bu testlərin hamısının prinsipləri var ki, mən nəyə əsasən test eləyəcəm və yaxud nə cür testlər aparacam, nə edəcəm, yəni ümumiyyətlə test necə olmalıdır, hər şeyi mən test eləməliyəmmi yoxsa yox. Bunların hamısı bir prinsipdir və bu da indi biz bu prinsiplər barədə danışacağıq. Bizim 7 dənə prinsip var. Ümumiyyətlə test, software testingdə 7 dənə prinsip var. Bunlardan birinci nədir? Və bu ardıcıllıq yoxdur. Yəni ki, birinci budur, ikinci budur, belə bir şey yoxdur. Qarışıq da deyə bilərsiniz. Orada heç bir problem yoxdur. Bu software testingin isə prinsipi var sualı intervyuda ən çox verilən suallardandır. Elə girən kimi birinci sual olur, test nədir? İkinci sual olur ki, software testingin nəsə prinsipi var. Bu hər yerdə verilən suallardır. Birinci şey nədir? Prinsip nədir ki, deyir, hər tərəfli sınaq, yəni ki, hər tərəfli test eləmək mümkün olan bir şey deyil. Gəl oxuyaq, nə yazıb ki, bütün girişlər, input və əvvəlki şərtlərin precondition, deyəcəm bunları, bütün birləşmələrin sınaqdan keçirmək deməkdir. Bu isə mümkün deyil. Çox vaxt aparır, çox başa gəlir. Bunun əvəzinə nə edir? Test risklərini qiymətləndirmək və olaraq test planlaşdırmaları aparmaq lazımdır. Ondan sonra ən kritik funksiyaları tapmaq lazımdır. Bu kod sətirləri falan burada gələcək. Nədir? Code coverage danışacaq. Nədir? Ayrılıqlar, bu yanaşma şey. Bax, bizə ən vacib olan şeydir. Birinci bu şeyləri başa düşək ki, input nə deməkdir? Precondition nə deməkdir? Ondan sonra davam edəyəm. Ümumiyyətlə, bax, iki dənə şey edirəm. Bir input və output. Bu məsələlər, bunu yadda saxlayın. Necə? Input nə ola bilər ki, mən hansısa bir gördüyüm hərəkət. Tutaq ki, mən bunu əlim belə bura vurdum, düzdür. Bunun outputu nə olur? Buradan səs çıxır, düzdürmü? Bir də siz görəcəksiniz ki, bayaqları görsədirmə burada. Deyəcəm, bir-iki dəfə danışacaq. Bax, buna da mən input deyəcəm, gələcək. Bu inputla, indiki mənim danışdığım input şeydir, giriş-çıxış, bax, input, output, giriş-çıxış. Yəni ki, mən hansısa bir hərəkət edirəm və o hərəkətin nəticəsi, tamam mı? Input mənim elədiyim hərəkət, output isə hərəkətin nəticəsi. Bax, belə saxlayır. Yəni, bura hər şey daxilində, nə bilməm, mən bunu, bax, belə eləyib, mənim inputuma, bunu risk bıraxsam nə olacaq? Yəni, bu nəticəsi nə oldu? Bu dağıldı, düzdürmü? İndi bax, bu input, output, düzdürmü? Bax, bunlar deyil. Input. Mən nə edirəm? Bunun kodunu verəcəm. Mənim inputum, mən bunun kodunu verəndə bunun outputu nə olur? Nəticədə bu orada görsənir. Nəmə, o 89-90 onlar qalxır, düzdürmü? Bu bizə input, outputdur. Və precondition. Precondition da nə idi? Bayaqlar dediyimiz, mən bunu yoxlamaq üçün mənə nə lazım idi? Batareyka lazım idi. Bu şey olmalıdır. Bu ümumiyyətlə hamısı bir yerə, bunun içərisində sxem olmalıdır, nə bilim, düzgün işləməlidir sxemləri falan. Hamısı precondition. Yəni ki, mən işə başlamamışdan əvvəl mənə lazım olacaq şeylər. Tutaq ki, indi buradan durub gələcəksən evə və yaxud evdən bura gələcəksən. Evdən bura gəlmək üçün precondition nə olmalıdır? Dərs günü olmalıdır ki, bura gələsən, başqa niyə gələsən, düzdürmü? Və yaxud evdən çıxanda ayaqqabı giyinib çıxmalısan. Belə şeylər var. Səhər-səhər duracaqsan, tutaq ki, yemək yiyəcəksən də və yaxud çayını qızdıracaqsan. Nə olar ki, bunun çayını qızdırmaq üçün? Tefal? Çayını qızdırmaq üçün precondition nə ola bilər? Topa olmalı, topa taxmalısan, məsələn, ya da qaz yandırmalısan. Aha, sonra? Çayında olmalıdır, su tökməlisən, üstünə su olmalıdır. Aha, sonra? Çay içmək üçün başqa nə olur? Stəkan olmalıdır, stəkanı süzməlisən. Aha. Dəm olmalıdır. Yoxsa yəni, bir işi görmək üçün bu saytları da, web applicationlara belədir. Yəni ki, bir dənə precondition yox, bir neçə preconditionlar ola bilər, tamam mı? İndi qayıdırıq bura.
Burada deyir ki, hər tərəfli test mümkün deyil. Bu nə deməkdir? Bax, deyir ki, sən deyir bütün inputları, bütün preconditionları, bunların hamısının birləşmələrinin hamısını səni qeyri-mümkündür ki, sınavdan keçirəsən. Bax, indi bu iki dənə şey var burada, düzdür? Belə baxanda deyərik ki, əşki bu nədir, bunu test eləməyə nə var ki? Düzdür? Nə cür testlər eləyərsiniz? Bax, təzədən qayda var. Bax, bu da yoxdur, fikirləşin. Bu və bu var. Bax, bu forgot password da yoxdur, bu da yoxdur. İki dənə şey var. İndi test sayını deyin ki, təxmini burada nə qədər test çıxara bilərsiniz. Okey, bu bir. Hətta iki dənə kodun yanlış yazıb yoxlamaq, adın yanlış yazıb yoxlamaq. Yox, email və password da. Email səhv, password səhv, başqa Adsız yoxlamaq və ya parolsuz yoxlamaq. Aha. Ulduzlar çıxır. Aha. Ulduzlar görsənirmi yoxsa yox? Orada yazır belə environment-də E-maildən adresi yoxlamaq məsələn. O yazı da var şey. Aha. O da səndə. Hə. Tamam. Bunun içərisində email sözü yazılıb yoxsa yox? Mən bura bunu yazanda o email sözü itəcək oradan yoxsa yox? Sonra mən bunu geri siləndə email dayızını dala qayacağam yoxsa yox? Eyni şey də passworda aiddir. Daha sonra burada nələr var? Buradan bura qədər olan məsafə düzdürmü yox? Bu da bu arada testdir, statik test gedir. Buradan bura qədər olan məsafə düzdürmü yoxsa yox? Bu hazırlanmamışdan əvvəl bunun bir dizaynı olub axı, dizayner yazıb. Dizaynerin ümumiyyətlə yazdığı ilə burada görsənən hər şey düzdürmü yoxsa yox? Rəng çalarlarına qədər hamısı eynidirmi yoxsa yox? Bunların hamısı məsələn mən o prosesdən keçmişəm. Mən cidden oturub saytın hər yerində fontları yoxlayıram, görüm fontun şrifti düzdürmü yoxsa yox? Belə şey, bu testlər var. Belə deyim də, QA ən son qərar verən adamdır ki, sən bu məhsulu müştərilərə göstərə bilərsənmi yoxsa yox? Tamam. Ya amma bir də məsələ var, bu qədər şey var, düzdür burada. Hələ biz ancaq bu hissəsindən danışırıq. İndi bir də fikirləşin ki, mən desəm ki, bunu da qat ora, bunları da qat onun içərisində elə yoxla, düzdürmü? Sonra gəl bu forget password da yoxla. Vapşı dəlixana çıxar da. Hələ bu heç nədir. Hələ bu ən adi elə belə bir şeydir da danışdığımda. Burada başqa nələr eləmək olar? Sən bu email və passwordu mən bir də automation tərəfdən testlər eləyə bilirəm axı. Düzdür? Mən bura tutaq ki 1000 dəfə email yazıram sizə, ya test automation necə eləyir? Yəni bir şey belə də biz burada belə yazırıq, email, nə bilim, nə bilim, belə ölə yazırıq. Düzdür? Automation onu belə 0.5 saniyədə tap ki yazdı şeydir. Mən automation-ı məsələn yoxla deyirəm ki, görüm mən bura test 100 dəfə email passwordu yazıb login eləyəndə nə olacaq? 100 dənə səhifədə, bax 100 dənə səhifə açıram, eyni şey, düzdür? Datalarım əlimdə var. 100 dənə səhifədə eyni anda şey edirəm, email və password yazıram, eyni saniyədə hamısına klik edirəm. Bax bunu mən eləyə bilirəm automation-ı, düzdür? Bayaqki case hə? Test case-ləri özünüz yaradırsa, amma şeydir, bunu özə bir case-də belə yaza bilərsin. Bunu belə, necə deməyim, case formatında normalda yazıb saxlamırlar da, məsələn 100 dənəsini. Çünki 100 dənə səhifə aç, nə bilim, neyinə, bu biraz şeydir, bu automation şeyindədir deyə, levelindədir deyə. Orada daha çox belə şeylər normalda test case-lər yazmırlar. Bir də ki, bunun məsələsi odur ki, bu bizdə gedir, onların danışmamışam da, funksional və non-functional testlər var da. Məsələn, biz burada ancaq elə ki, funksionallığını yoxlanır, düzdürmü? Ki, bura mən düzgün yazsam, səhv yazsam da olar, nə? Bu bizə yetdi funksional. Bir də bunun, indi o bayaqlar sizin dedik biz, non-functional, funksional olmayan hissələr var ki, onlarda yoxlamalıyıq. Mən tutaq ki, nəyin testini? Mən bura düzgün email yazıram və password yazıram. Nəyi yoxlayıram ki, görün mən bu loginə klik eləyəndən neçə saniyə sonra mənə login edir. Bunun özdə bir testi var. Mənim internetim 3G olanda necə olur? Mənim internetim 0.1 megabit olanda
bu nə baş verir orada? Yəni görürsüz ki, olan şey var. Mən eyni anda burada 100 dənə azdı, bu arada onu 100 dənə eləmirlər. 100 min, 200 min dənə user eyni vaxtda məsəl üçün mən bura sorğu göndərsəm nə olacaq? Düzdür? Mən 1 saat dayanmadan bura 100 min nəfərlə sorğu göndərsəm nə olacaq? Mənə bu dözəcəkmi bu sayt mənə yoxsa? Məsəl üçün Facebook deyək də, düzdür? Facebookun belə şansı yoxdur. Yəni indi bu dəqiqə nəsə 4 milyard insan var orada, düzdürmü? Yəni bu 4 milyard insan hərəsi bir şeyləndə server ona dözməlidirmi yoxsa bunların özlərinin hamısının testləri var, o var, bu var. Yəni görürsən normalda belə götürəndə belə baxırsan ki, də inputda bunda var testləri, amma görürsən yəni dəhşət çox şey var. Yəni və sən bunu test eləyib 1-2 ilə bitirərsən, amma ki sənə lazımdırmı? Hələ mən nə deyirəm? Sən bunu təkcə Mac-da yoxlamısan. Bunun eynisini sən Windows-da yoxlamalısan. Əgər lazımdırsa eynisini sən Linux-da yoxlamalısan. Bax fikirləş o boyda şeylərin hamısını, yəni. İndi daha pis bir şey deyim. Sən bunu ancaq Chrome-da yoxlamalısan. Sən yoxlamısan hələ. Sən bunu Edge-də də yoxlamalısan, Firefox-da da yoxlamalısan. Gör bax bunun neçə də brauzeri var. Safari-də də yoxlamalısan. Gör nə qədər şey var. Yəni sən nə qədər test edə bilərsən ki bunu. Telefon üstündə olan application. Hələ sonra keçirəm telefonda yoxlayıram, bax Android-də yoxlayıram, versiyalarında yoxlayıram. Yox, bunlar doğrudan hamısı şeydir. Vacib olan şeylər, ciddi deyirəm. Amma məsələn bizdə o şey Vitralo vaxtında bizim bir dənə SEO var idi. Məsələn biz nə iş görürük? Baxırıq ki, test edirik, bombadır, hər şey əladır. Bunda bir də Samsung S7-si var idi. Gəlib, S7-də problem çıxır. Nə bağ açırdıq, şey də bu Yohannes'in S7'si problem çıxardı. Adam brauzeri düzəməlli işləmir də bildiyin. Onu biz həll elədik, o heç şirkət həll elədi daha doğrusu. Onu təzə telefon aldılar. Çox problem çıxmaz. Adam telefonu dəyişdi, şey iPhone verdi. Amma yəni də ki söhbətləri var. Hələ ondan da əlavə nə var? Chrome-un versiyaları da var ki, məsəl üçün ola bilər ki, sabahlar user gəlir deyir ki, sənin bu yazdığın məndə işləmir. Niyə işləmir? Adam 5 ildir Chrome update, belə müştərilər də orada var yəni. Gəlir məsələn deyir ki, mən şey istifadə edirəm, Internet Explorer istifadə edirəm. Yəni indi təzə çıxan texnologiyalar çoxu Internet Explorer-da ümumiyyətlə işləmir. Yəni bəzi şirkətlər var ki, deyir biz Internet Explorer dəstəkləmirik, qardaş. Get dəyişdir, keç Chrome-a, Chrome-da işləyəcək. Yəni görürsünüz nə qədər test var. Bunların hamısını siz eləyə bilərsinizmi? Yox. Eləməlisinizmi? Yox. Vacibdirmi? Yox. Bəs nə edək? Bax bu qədər test var da, yəni bu qədər şey danışdım. Nə edək? Siz yəni sayılanca eləmir ki, hamısını eləyə bilərsən. Yəni sənin nə qədər iş bölgüsü lazımdır, amma ki belə fikirləş ki, tək oturmusan, sənə müdür deyib ki, bir daha bunun burasını test elə. Sən o boydan test edib versən müdürə, nə 2 ilə verərsən də bəlkə bildi. Yəni nəyə lazımdır? İndi buradan sual çıxır ki, mən nəsə yol tapmalıyım. Yəni bu qədər test növləri var, bu qədər şey var. Mən nə verim müdürə? Sabahlar mən müdürə nə deyim ki, bax. Bu üçün nə etməliyəm? Bu üçün daha kritik olan şeylər, məsələn, hansı halda ola bilər ki, müştəriyə problem çıxsın? Məsəl üçün, mənim 100 dənə müştərimliyin 100-ündə də şey problemi olmaz da, versiya problemi biraz şeydir, yəni 1-2%-də versiyaya görə, bəlkə də daha az bir faizində versiyaya görə hansısa bir problem çıxa bilər. Mən bu dəqiqə bunu yoxlamalıyam mı? Yox. Daha sonra Linux-da bu bilirəm ki, problem çıxarar. Yəni neçə nəfər bu dəqiqə Linux-dan istifadə edir? Düzdürmü? Linux-da bu dəqiqə bunu yoxlamalıyam mı? Yox. Getdi, naxalı nələr getdi? Linux-un proqramlar getdi. Ayso köhnələr getdi, düzdür. Linux-un nəticələri Linux-un içərisində olan o şeylər də, brauzerlər də, onları da mən aradan çıxartdım ki, Linux-da yoxlamıram. Internet Explorer-da yoxlamalıyam mı? Hal-hazırda yox.
Bunların hamısının yox cavabını sən kimdən alırsan? Biznes şeydən, product owner, project managerdən və biznes sahibi kimdirsə ondan. O yoxu özündən oturub, bəzi hissələri düzdür, təcrübə ilə qərar verirsən də. Amma bəzi hissələrdə, yəni, mən indiyə qədər mən belə soruşuram da, yəni. Onu soruşmadan mümkün deyil. Və hər şey, hətta belə hallar olacaq ki, gələcək ümumiyyətlə dokumentasiya zat heç nə yoxdur. Bax, oturmuşsunuz, bilmirsiniz ki, bu necə işləyir. Və qalırsan belə. Orada biraz özün qərar vermə məsələləri var ki, mən bunu necə eləməliyəm, nə eləməliyəm. Bu hamısı təcrübə ilə gələn şeylərdir. Zaten ilk başda sizə belə deyim, ancaq məsələn bunu verə bilərlər və bilirlər ki, kapasite məsələn bu adam üçün budur, bunu yoxlasın. Gələn kimi vermirlər, get gör bu müştəri ödəniş eləyəndə bu müştəri databazaya geri düşürmü, həm Milli Banka geri, həm qərar Milli Bankdan qərar gəlirmi, bunu verməyəcəklər o sizə ilk başda da ki. Mən deyirəm, kritik hissələr var ki, hansı ki, bu userların qabağına çıxa bilər. Bunları yoxlamalıyam. Kritik də ən çox nə ola bilər ki, mən burada passwordu ağzıma, məsəl üçün, birinci yazmışam ki, Emil1235, mən bu ilə qeydiyyatdan keçmişəm, düzdür? Sabahlar gəlib mən passwordumu 1235 Emil yazanda o keçməli deyil. Bu kritik hissədir. Və yaxud şey var, mən burada öz e-mailimi yazıb, sən də burada qeydiyyatdasan, mən də qeydiyyatdayım. Mən öz e-mailimi yazıb, sənin passwordu buraya yazanda, ikisi də databazada var axı, yenə qeydiyyatdan keçməli deyil. Və bu daha kritik hissələr məsələn. Sən bunları yoxladın, nəticədə 4-5 dənə adama şey verirsən. Deyirsən ki, bax, filan hissələri yoxlamışam. Vəssalam, yəni hər şey işləyir, bunu biz istifadəçilərə verə bilərik. Bir dəfə yoxlamaqla bilinmir. Ola bilər 100%. Yenilənmə, saytda yenilənmə olanda problem yaranır. Olur, hə. Necə? Olur. Onu da necə edirlər? Bax, məsəl üçün, bu saytın özünün belə, bax, test olunur. Saytın özünün kritik hissələrindən biri bax budur ki, saytda qeydiyyatdan keçmək. Yəni, hər gün insanlar, hansısa bir saytlar var ki, mütləqdir ki, mən ora login olmalıyam ki, hansısa işlər görüm, düzdürmü? Yəni, bunun qırılmağı heç nədə, yəni, gör, bütün insanlar qalar sözlə, düzdür. Mən bunu nə etməliyəm? Mən burada automation işə girir. Sən bunu hər gün niyə gəlib yoxlayasan da, düzdürmü? Hər gün gəl login otur yoxla, testlər kimi ki, görmüşdür o. Yəni, nəticədə nə edirsən? Automation yazırsan və orada təyin edirsən ki, hər gün səhər saat 8-də bu automation run olacaq və sənə cavablarını deyəcək ki, bax, sənin falan testlərin keçdi, loginin işləyir, o işləyir, bu işləyir, falan yerdə problem var, nə var? Tapır. Səhvi tapmır. Bax, necə olur məsələ? Automation işləmə prinsipi belədir. Mən bura e-mail yazıram, password yazıram, düzgün logina klik edirəm. Mən nə bilim ki, login olmuşam. Düzdür? Onu mən nə edirəm? Məsəl üçün, bunlardan sonra mənim qabağıma xoş gəlmişsiniz çıxacaq və yaxud hansısa bir səhifə çıxacaq. Düzdür? Mən qoyuram ki, mən bu logina klik edəndən sonra mənim qabağıma falan şey çıxacaq. Onu görürsə o, automation onu görürsə, deyir ki, əla sənin testin keçdi. Sən login ola bildin. Yox, görmürsə, o halda iki dəyişik ola bilər ki, o halda onsuz da şey deyir ki, yox, bu işləmir, amma səbəbini yenə də özün görə bilirsən. Məsələn, biz belə eləmişik ki, əgər fail olursa və yaxud hansısa bir bug varsa, o götürür onun videosunu çəkib qoyur ki, bax, filan şeyə görə bu testini keçməlisən. Məsələn, bitdi. Bir dənə bunu saxlayayım. Test prinsipi nədir? Defect clustering. Mənim burada yazıb. Xətalar 80-20 qaydası var, belə bir şeydir ki, tutaq ki, burada məsələ var. Bizdə tutaq ki, bir dənə e-commerce platforması var və platformada authentication, yəni ki, qeydiyyat. Tamam. Produkt kataloq, yəni ki, bizdə produktların, məhsulların kataloqları var. Ondan sonra shopping cart nədir? Hansı ki, biz karta əlavə edirik. O var bizdə. Daha sonra
payment processing, hansı ki biz oradan girib payment ödənişlər edə bilərik və kartla ola bilər, nə bilim, tutaq ki PayPal-la ola bilər və yaxud mən bunu alanda nəqd yerindən pul verəcəm, ödəniş sistemləri ola bilər. Order fulfillment, bu yadımda deyil, bu nə yazmışdım, yadımdan çıxıb. Qarşı modullarımız var, fərqli, düzdür? Bax, biz bu, indi bu temalar nədir? Bizim fikirləşib, bu qədər modulumuz var, ha? Daha qısa yerdən başlayalım. 80-20 prinsipində nədir? Deyir ki, sənin baqlarının ortaya çıxmağı əslində bir yerdən qaynaqlar. Bax, nə deməkdir? Yəni 20% sənin saytında, application olan 20% modul var ki, hansı ki, o modullarda olan baqlar sənin saytının 80%-nə təsir edə bilər. Tamam mı? Atıram login sistemi. Sən login olanda adımı tutaq ki, mən adımı yazıram Emil. Orada məsələn nə edir? Emil və doğum tariximi yazıram aşağıda da, tutaq ki 2005. Və gedir hər yerdə developerin səhvidir. Gedir hər yerdə yazır ki Emil 2005, Emil 2005. Düzdür? Əslində belə olmalı idimi? Yox. Düzdür? Nəticədə nə olur? Mənim bir yerdə yazdığım data, burada Emil yazmışam, Emil 2005 birləşdirib. Hardan götürür onu? Yəni mən ilk başda bu login hissəsindən götürdü bu datanı və gedir bu datanı hara paylayır? Mənim profilimə gedir düşür. Düzdürmü? Ondan sonra hara gedir? Mənim e-mailimdə də mənə götürür, göstərir ki, sənin adın Emil 2025-dir. Daha sonra harada? Məsələn, ödəniş sistemində avtomatik doldurmada göstərir ki, sənin adın Emil 2025-dir. Və şimdi görürsən bir yerdən bu götürdüyü datanı getdi hər yerə paylaşdı. Nəticədə nədir? Onların hamısına başlayır balaca bir hissədən saytın gördüm nə boydan yerinə getdi baqlar çıxartdı. Nəticədə mənim nə oldu? Bir tərəfdə buraxdığım səhv getdi 5-6 dəqiqə yerdə baq çıxartdı. Yəni bu da o şey deyir, saytın böyük hissələrindən, yəni hər tərəfində yayılmış baqlar əslində çox kiçik bir hissədən gəlib çıxmış olur. Burada ondan danışır. Bunların üstündən keçəcək ya, bu gələcək təzədən. Pesticide paradox. Təkrar test case'lər. Təkrar test case'lər və bayaqları deyim. Buna tutaq ki, mən 2 dənə test case yazmışam ki, bunu birinci düzgün yazıram və bunu düzgün yazıram, login edirəm və salam. Bu mənim birinci test case'im, hansı ki uğurludur. İkinci test case'im nədir? Bunu və bunu boş buraxıram, login'a klik edirəm və salam. Mənim 2 dənə test case'im var, hər gün gəlib bunu yoxlayıram, düzdürmü? Hər gün də keçir bunlar. İndi bu o deməkdir ki, bu işləyir. Boş qoyursansa yox. Və yəni boş qoyuram ikisini, düzdür, login edirəm, bu çıxardır. Baxıram ki, düzdür də, mənim də 2 dənə test case'im, ikisi də düzgündür. İndi sizcə mənim o düzgündürmü? Mən hər gün gəlim o 2 dənəsini yoxlayım, deyim ki, da hər şey işləyir, bomba kimi hər şey. Təsəl səhifəyə, ana səhifəyə yazılı gətirirsə, o loglar aşağıdakı logları yoxlamalı. Bax, tutaq ki, sabahları nə bilim, mən bunu, nə deyək, belə bir şey bura yazdım, düzdür. Bunu yoxlamıram ki, mən belə eləyəndə buradan bu yazı çıxırmı yoxsa yox. Burada bayaqlar yazmaydı, bunu yoxlamıram. Bu məntiq nədir? Deyir ki, sənin eyni test case'lərin, məsəl üçün 3 dənə test case'in var, onu yazmışsan və sonunda yəni, bu o demək deyil ki, sən testlərin həmişə keçdi və baxırsan ki, bu üstündən keçir. Bu o demək deyil ki, yəni səndə bug yoxdur. Tamam, sən davamlı olaraq nə etməlisən? Təzə test case'ləri yazmalısan və yaxud test case'lərində hansısa bir dəyişikliklər eləməlisən müəyyən vaxtdan sonra, düzdürmü? Çünki sən ola bilər bu günlər yazdığın məsəl üçün bağlı bir şey. Sən bu günləri dəyişikliklər necə edirəm? 1-2 dəfə burada input var hazırda. Sən hesabları bura bir dənə də input gələ bilər ki, təkrar passwordu yaz. Düzdür, nəticədə nə oldu? Sən o test case'in işə yaramır. Nəticədə nə eləməlisən? Update eləməlisən. Bu pesticide paradoxu da odur ki, hardan götürüblər bu məntiqi? Tarlalarda o şeylər var, belə kukuruzniklər gedir,
Düzdür, hər dəfə dərman tökürlər, o cücülər şey olur, ölür də o dərmana. Düzdür, məsələn, o tema var ki, o cücüləri sən deyir, hər dəfə eyni dərmanı sən töksən, onlar bir yerdən sonra ölməyəcəklər. Şey yaranır onlarda, immunitet yaranır. Və yaxud bizlə, məsəl üçün Afrikada hansısa bir qəbilədə belə götürək, düzdür, yəni meşənin ortasında qaçsaq, bizim bədənimiz o yarpaqdan zaddan belə ayaqlarımız cırıq-cırıq olacaq hamısı. Və məsələn, adamlar heç olmayacaq. Niyə? Çünki onların bədənləri o şey öyrəşib deyə. Məsələn, onlar üçün daha rahatdır. Amma sən məsəl üçün Ebolanın davamlı olaraq, bu arada bunu bir nəfərə belə yoxlamışdı. Ebolanın 2-3 il qalandan sonra istəyir ki, daha az yaralanmalar olur, nə şeydə, immunitet öyrəşir deyə başlayır bunlara. Nəticədə, yəni bu oradan gəlir ki, sən davamlı olaraq test case'ləri update eləməsən, təzə test case'lər yazmalısan ki, hansısa bir baqlar tapa biləsən. Şeydir. Bu nədir? Test baqların mövcudluğunu göstərə bilər, lakin heç bir qüsur olmadığını sübut edə bilməz. Testlər test deyirlər. Deməli, burada nədir məsələ? Bunu ümumiyyətlə necə başa düşürsünüz? Sizcə bu nə deməkdir? Baq konkret belə bir şey deyim. Saytda hələ ki deyirəm, hələ ki sənin application'da tapdığın səhv. Tamam. O bug report sayılır. Bax bu dəqiqə sorğu bug bu dəqiqə səhv kimi fikirləşin. İndi hələ ki o belə danışaq. Bug səhv deməkdir. Bizim tapdığımız səhv bugdur. İndi burada nə deyir ki, deyir ki, bugların mövcudluğunu göstərə bilər testing ki, burada buglar var, o var. Amma ki, heç bir qüsurun olmadığını sübut edə bilməz. Bax, indi burada nədir? E-commerce saytında deyir, veb sayt üzərində testlər aparırıq. Bütün modullar üzərində testlərimizi icra eləmişik. Daha sonra buglar developer tərəfindən düzəldilib, yenidən yoxlayışa göndərilib, düzdürmü? Sonra nə olur? Artıq belə fikir yaranır ki, heç bir burada bizə bug olmayacaq, çünki bugları yaradım ki, developerlar hamısını düzəldib, fikirləşir ki, pseudo bomba kimi. Bizdə artıq heç nə də yoxdur. Amma bu o qərara gəlmir, Əgər ki, bizdə bug free, o da danışırıq ki, sayt zaten hansısa bir application 100% bug free də ola bilməz. Yəni ki, axtarsan illa ki, hardansa bug çıxaracaqsan, bildin. Yəni burada onu deyir ki, yəni test içində ki, burada bugların mövcudluğunu göstərir. Yəni test içində elə burada bug yoxdur. Yəni bu prinsip üçün deyil ki, mən test aparım ki, başa düşüm ki, burada bug yoxdur. O məntiq deyil. Test bug'ın olmağını ancaq göstərə bilir, bəs sağ ol, bu qədər. Screen record'umuz gelir. Burada yenidən səhvləri göndərdi, onu yoxladığını, düzəltdiyi, nəsə bilgiləri yoxlayır. Yəni o belə bir prosesdir ki, hər saniyə belə ola bilər də. Belə fikirləşin ki, sizin bir produkt var, bir produktun üstündə ola bilər ki, 120 nəfər iş görürüz. Yəni 120 nəfərdən heç biri deyir səhv eləməyəcək orada. Yəni qeyri-mümkündür, kimsə səhv eləyəcək. Qeydiyyatda var ki, səhv tapmaq. Mail yerinə parol yazırsan, girir. Bunu bug report elədin, göndərdin developerə. O onu düzəldəndən sonra sən orada tutaq ki, 12 dənə test yazmışsan, amma bir dənə səhvi vardı, onu orada göndərmirsən. O onu düzəldib sənə göndərəndə tezdən 12 dənəni bir də yoxlamalısan ki, ya oradan oranı düzəldəndə başqa bir şeydə səhv edib, yoxsa yox? Orada əslində
yanaşma necədir? Sənin prioritet məsələsi var da, bağlar deyirik ya, prioritet söhbəti. Prioritetli hamısını yoxlamaq bu dəqiqə olar, yoxsa yox? Sən də 12 dənədirsən, ola bilər ki, 500 dənə test qeysən. 12 dənənin 9 dənəsi lazımdır. 9 dənəsi vacibsə yoxlamalısın. 9-unu da yoxlamalısın. Bir dənə səhvli tapmısan, göndərsən, onu düzəldib səni təhvil verəndə sən 9 dənəni yenə yoxlamalısın. Bax, bu bir dəqiqə belə çox şey gələ bilər də, absurd gələ bilər ki, nə oldu elə o 2 dəqiqədən bir səhv eləyəcəm, mən burada hamısını yoxlayacağam. Əslində o proses elə deyil. O proses tamam biraz da başqa cürdür. Orada daha çox automation işə düşür ki, sən nə edir? Developer kodu dəyişəndə avtomatik olaraq automation bir dənə işə düşür, normal proses bu. Automation işə düşür. O kod gəlib sənə çatana qədər automation yoxlayır və developer cavab qaytarır ki, bax sən yazdığın kod var ha, filan testləri sındırıb, gedin də onları da düzəlt, sonra gətirib verərsən, tərlan yoxlayar. Bilin, o əslində proses budur. Biz indi prosta manual keçirik, elə fikirləşsək ki, hər şeyi biz eləyəcəyik, hər şey. Ya, elə deyil. Amma elə şirkətlər var. Deyirlər ki, elə də. Absence of error fallacy. Bu nədir? Hə. Bu bayaqlar belə yüngül var dedim bununla. Deyir ki, proqram xətalarının 99% azad olmasına baxmayaraq müştəri tələblərinə cavab vermirsə, demək ki, istifadəyə yararsız proqram hazırlanmışdır. Məsələn, sosial media platformasında belə danışaq. Bu absence of error fallacy nədir? Məsələn, gəlib sən deyirsən ki, Emil, mən istəyirəm ki, sən biznessən, mən də developeram. Gəlirsən ki, Emil, mən istəyirəm bir dənə chat olsun, mənim saytımda tutaq ki, müştərilər istifadəçilər bir-birinin chatla danışsınlar, düzdür? Mən də deyirəm ki, etsin. Gəlirəm, məsəl üçün chat yaradıram, baxıram ki, mən buradan yazıram, gedir, başqa bir istifadəçi çatır, istifadəçi oxuyur, o da yazır, gəlir mənə çatır, əla. Baxıram ki, sən də istəyində belə yazmısan da, yəni sən yazdığını mən deyirəm də. Sən sabahlar gəlirsən, baxırsan, görürsən ki, sən mənə yazırsan, 2 dəqiqədən sonra gəlir mənə çatır. Yazıda hansısa bir, tutaq ki, mən ə hərfi yazıramsa, o ümumiyyətlə gəlir mənə belə şrif yerlərə belə kvadrat kimi gəlir çatır bildiyin. Nəticədə nədir? Sən istədiyindir, sənin istədiyin. Amma ki, çox dəxilsiz bir şeydir, bildim, mesaj gəlir mənə 2 dəqiqə çatır, oradan bura mesaj göndərəndə 5 dəqiqə gəlib çata bilər, düzdürmü? Bu oldu ki, amma bu belə fikirləşəndə, mən developer kimi götürəndə, baxıram ki, işləyir, yəni bu normaldır. Hansı ki, bir dəqiqə bizim işdə də var, indi o misalda çəkərəm sizə. Bu əslində bir problemdir, düzdür, yəni get çatmaqdır, bunlar hamısı problemdir. Amma belə baxıram ki, yoxdur, mən müştəri istədiyi budur da, bildin. İndi bizdə işdə babın oxşar belə bir şey var. Gəlirəm, deyirəm ki, developera, sən bu xanada, məsəl üçün, VM xanasında balaca hərfini necə yaza bilmirsən. Düzdür? Deyir ki, hə, çünki orada şeydir, o xana ancaq böyük hərf götürür. Deyirəm, başa düşdüm, sən belə bir şey edə bilərsən ki də, mən buradan balaca hərflə yazım, hansı ki, görmüşük hamımız bunu. Mən balaca hərflə yazım, getsin oraya böyük hərflə düşsün. Yəni, bunu eləmək olar, adam əbəlli. Yox, onun deyir, mən deyir, əvvəlki kodlara baxıram, elə bir şey yoxdur, deyir, əvvəlcə nədə yazsın. Ki, belə qəbul edirlər. Deyirəm ki, yəni bu belə qəbul olunubsa, bu o demək deyil də, bu belə də qalmalıdır. Yəni, bu əslində bug'dır, bildin, yəni sən bunu dəyişməlisən. Bu onsuz da bir şeydir, yəni, absence of error fallacy prinsipinə daxil olan bir şeydir. Yəni, sən bunu dəyişməlisən, daha istifadəçiyə yararlı, yəni user friendly eləməlisən ki, adam şeysin. Və onu eləmədilər bu arada. Onu eləmədilər. Bir aydan sonra bizim bir dənə böyük müştərdən gəldi ki, bu nədir, mən deyir, bura heç yaza bilmirəm. Onu götürdülər, dəyişdirdilər axırda. Sonra eyni şeyi də tamam başqa bir yerə çıxartdılar, tapıblar sən demə. Ki, orada da sən balacanı
adam deyir ki, mən deyir kopyalayıram. Kopyalayandan sonra, həmin eyni şeydir ya. Mən o VN-i yazıram. Ondan sonra bizdə belə bir şey var ki, elədiyim ödənişi təzədən kopyalayıram. Şablon kimi də, bir də o boyundan şey yazmır, düzdür. Kopyalananda sən də o VN şeyi silinir. Kanalda mən nə yazmışamsa o silinir. Hə? Ondan sonra bir hansı funksiya işləmir. Mən yenə o balaca nə yazanda orada böyük yazıram. O funksiya yenə işləmir. Birincidə bu işləyirdi. Amma mən emindim ki, onu kopyalayandan sonra o funksiya işləmir. Bu bir ay o belə qalıb, deyirlər ki, biz bunu düzəlmişik, bu necə olub, nə olub. Developer gəlib tapır ki, deyir, bu hansı momentdə işləyir ki, sən bunu birinci dəfə yaradıb, ödənişi yaradanda, sən bura yazı yazırsansa, onda sən balaca yazmağa baxmayaraq, orada böyük yazır. Amma sən sonra kopyalayıb, ora nəsə yazanda, onda o funksiya işləmir. Bax, bunu... Təkrar, burada balaca hərfdən yazsın, orada yenə böyük hərfdən çıxır. Yox. Birinci dəfə ödəniş yazanda bax, belədir. Tutaq ki, bu fikirləş, mən burada VN yazacağam, düzdür? VN-in burada Emil, belə bir şey yazdım. Tutaq ki, belə. Yazdım, bunu getdi. Mən bunu, bir dəfə buna bastım, tutaq ki, məndə belə bura gəldi, list kimi bu çıxdı. Sonra mən, bunun yanında bir də kopyala knopkası var da, ki, mən bir də bu datanı yazmıyorum. Bu datada fikirləşib, belə bir şeydir də, belə çox böyükdür, düzdür. Mən bu datanı kopyalamağım, təzədən yazdım. Niyə yazdım ki, hazır burada var. Bu kopyalamağı basıram, mənə eyni, bax, bu şey mənə təzədən çıxır, düzdür. Mən bunu, bu dəqiqə istəyirəm ki, məsəl üçün, arxasında nəsə yazacağam, tutaq ki, belə bir şey yazacağam. Amma balaca hərflərlə yazırım, yenə yazılsın, mənasız bir şey. Və yaxud burada belə deyil, çoxlu data var, mən istəyirəm təkcə bunu dəyişim də, o boydan datanı dəyişmək istəyirəm, ona görə kopyalamışam. Təkcə bunu dəyişəcəm, bunu istəyirəm, yenə bura nəsə yazıram, heç nə çıxmır. Bildin? Bu nədir ki, sən deməyim, o kopya knopkasını basandan sonra bu funksiya işləmir. Bildim, ən başdan məsəl üçün, amma mənim dediyim halda onu eləsəydilər, bildin, nəsələ nə olur? Çox adi bir şeydir. Burada əxliz yox. Səndə daha da belə şey yaranır ki, gedim, qoy görüm, başqa harada tapıram, bildin, məsələn, Gevondur. Belə olanda insan özdə həvəslənir. Mənə də ciddən elə orada şeydir, eləməyəcəklərsə, özləri bilər. Və amma gəlirlər, komandanın başına çox pis partlar. Belə bir, harasa 7-8 rəqəmli bir ödəniş eləmək istəyən müştəri gəldi. Salam əleykum. Heç də, yəni xoşbəxt oldular hamısı. Daha sonra early testing. Bu nədir? Erkən test. Erkən test nə üçün lazımdır? Bax, belə bir şey var. Bayaqlar mən dedim, sizə white box testingdən danışdım. Ki, white box test nədir? Kod yazırıq, düzdür. Kod yazanda mən artıq, bu hələ bura gəlib çıxmamış, bunun özü bir funksionallıqda, mən burada nəsə yazıramsa, tutaq ki, burada artıq bu qırmızı yazı çıxmalı deyil. Məsələn, yazmamışamsa bu olmalıdır burada belə. Bu hələ bura gəlib çıxmayana qədər, bunun artıq funksiyaları var. Və bunu, bu front-end developer şeydir. Front-end developer arxada öz koduna belə şeylər yazmalıdır ki, bax, bura data gəlməyəndə bu yazı çıxacaq, çoxlu data gəlsə bu yazını görsətməyəcəm, düzdürmü? Atıram da əlavə, məsələn, pasportdan danışaq da, pasportda məsələn, böyük hərfi yazmamışamsa görsətsin ki, böyük hərfi yazmamısan, rəqəm yazmamısansa deyirsin rəqəm, eyndə xüsusi simvollar. Bunu developer əvvəlcədən yazsa, artıq nə olur? Bu mənə qədər, orada hansı bir problem varsa, zaten o testlərdə tapılır və artıq bu test, mən onu testdən yoxlamalı deyim. Nəticədə nə olur? Mənim vaxtımdan, tutaq ki də, ki olur. Daha doğrusu, mən vaxt save edirəm. Yox, vaxt itirmirəm əksinə. Mən test zamanı vaxt itirmirəm. Mənim tema nədir? O adam o testi orada yazmasaydı, məsələn, mənim qabağım nə çıxa bilərdi?
Mən bura pasportu yazıram. Bir də böyük hərf yazmamışam. Qabağıma da burada ümumiyyətlə heç nə çıxmır. Demir ki, mənə sən burada böyük hərfi yazmırsan, nə bilim, nə. Nəticədə nə olur? Mən adama gəlirəm, təzələndirəm ki, qardaş, sən burada bax bu şeyləri yazmamısan ha. Və bunu da dəyişmək. İndi burdasan da, belə bir şey olur ki, gözdə görürsən ki, əslində çox balacadır, yəni çox tez dəyişən bir şeydir. Amma onu dəyişməyə bir ay belə vaxtın gedə bilər. Amma sən onun vaxtında test edib, vaxtında fiks eləsəydilər onu, yəni bu problemi gəlib çıxmayacaqdı. Və yaxud başqa bir şey deyim. Bax, Tərlan gəlir mənə deyir ki, mən istəyirəm, mənim alış-veriş saytım olsun, düzdür. Götürürəm Tərlan üçün bir dənə, belə də, necə deyim, yüngülvari belə bir şey deyirəm, tutaq ki də, Tapaz kimi. Alış-veriş saytıdır, Tapaz, düzdür. O boyda nə şey, Tapaz da yazmağa bir müəyyən vaxt lazımdır. Atıram, oturum, 3 ay, 4 ay Tapazı yazdım. Tərlan gəlir, belli. Görsək görüm, yəni indiyə qədər hardaydın da, 4 ayda gəlməmsən, düzdür. Yəni, yoxlamamısan da, bunu test eləməz görüm. Açıram, sənə Tapazı görsən, sən ki, bu iş başqa dəyilsin. Mən səndən Amazon kimi bir şey istəyirəm, başa düşdün. Yəni, sən mənə 4 ay prosta vaxtım almısan və verdiyin iş budur. Amma sən onu gəlib əvvəlcədən test eləsəydin ki, baxım görüm, test dediyim də necə, yəni bir sənin məhsulun da, yəni sənə baxırsan ki, gör qardaşım, ümumiyyətlə sən mənim istədiyim kimi yazırsanmı, yoxsa yox. Yəni sən burada bu rəngləri düzgün yazmısanmı, yoxsa mən bütün saytın hamısında adi bir şey. Bu font var ha. Mən bu fontun əvəzən başqa bir şey istifadə edirəm. Sənin saytın 100 dənə səhifəsi var, hər yerdə mən bu fontu istifadə eləmişəm, düzdür. Sən bunu əvvəlcədən test eləməsən, nəticədə nə olacaq? Developer gəlib 100 dənə yerdə təzədən şey dəyişməlidir. Yəni, gör nə boyda problemdir. Bu boy problem deyil. Yəni, ola bilər ki, belə deyim, backend dili var da, nə bilim, Java var, nə bilim, o var, bu var, düzdürmü? Belə bir şey. İndi bax məsələyə. Gəlirəm, bir dənə sayt düzəldirəm. O saytda fikirləşirəm ki, yəni gündə 10 dənə, 20 dənə user saytda qeydətdən keçəcək. Mən nə edə bilərəm? Atıram da, məsələn, PHP ilə backendin yazıram. PHP pisləməsini demirəm. PHP ilə backendin yazıram. Bomba kimi hər gün gündə 20 dənə, 30 dənə user keçir. Vəssalam, işimdən razıyam, qoydum gedim. Mənim 2-3 ildən sonra saytım olur, belə məşhurlaşır və başlayır gündə 4-5 mindən adam keçməyə. 4-5 min dənəyə dözəcəkmi bu PHP? Yox. Amma mən vaxtında load test eləsəydim, mən bunu yoxlasaydım ki, görüm, o şey mənə bir dəqiqə 20 mənə qanun edir. Amma mənə 5000 dənə user bura eləsə də, bir eyni vaxtda login butonuna klik eləsin. Mən onun vaxtında test eləsəydim, deyəcəm ki, hə, PHP mənim işimə yaramır, qardaş, mən oturum, məsəl üçün, yazım. Məsələn, Java ilə yazardım bu backend. Ona görə erkən test çox vardır və onu da PHP-dən də Java-ya keçirmək elə belə bir şey deyil. Yəni, fikir, sənin arxadan nə boyda nə backendin var, neçə aylardır iş görürsən, fikir ki, o kodun hamısına var, tullamalısan, oturub sıfırdan bir şey yazmalısan. Yəni, nəticədə nə oldu, vaxtın, pulun getdi, onu da dəyişənə qədər müştərilərin çıxdı, getdi. Vəssalam. İndi bunlar nə edirlər, məsələn? İndi belə applicationlar var ki, məsələn, bir hissəsi işləyir, tutaq ki, Java ilə, o birisi hissəsi işləyir, məsələn, Python-dan, hansısa datalar tez-tez gəlməlidir, bir tərəfi işləyir, Node.js-lə, belə bölürlər. Onlar necə? Əvvəlcədən test edirlər ki, görək, burada məsələn, bizə data alış-verişi nə dərəcədə lazımdır? Çox. O şey, data alış-verişi üçün ən yaxşı, məsəl üçün, hansı backend dilidir? Məsəl üçün, atıram Python, o şey, bu hissəsini biz Python-da yazacaq. Amma bu testlər olmasa da, yəni sonradan gəlib işəcələr və artıq o boydan iş görmüsən, düzdür. Adi maşından götür də, nə bilim, şeydir, 100 kiloluq, 2 tonluq, 3 tonluq maşında tutaq ki, sənin o tormuz sistemi qoymuşsan, amma yaxşı işləmir. Yəni, nəticədə nə olacaq? Erkən test, crash test var, gəlirsən maşını vururlar, sən o testləri eləməsən, promoy versən müştəriyə, nə olacaq? Yəni, sən o cavablarını bilməlisən ki, ona uyğun maşında yəni, konstruktiv dəyişikliyi edəcəksənmi, motorunu dəyişəcəksənmi? Düzdür, yəni sən nəticədə insanın həyatını qoymursan da ki, geçsin, insan özü test eləsin, görüm nə olacaq. Bildin?
Ona görə erkən test vacib. Başım ağrıdı danışmaq. Testing context dependent. Test deyir ki, test aslında sən nə iş görürsən, o belə deyək. Bu günləri tutaq ki, sən işləyirsən hansısa bir səhiyyə sahəsində olan şeydə, düzdür? Sabahlar işləyəcəksən bir bank sahəsində, o bir gün gəlirsən kripto sahəsində işləyəcəksən. Bir gün ola bilər ki, çox ümumiyyətlə belə dəxlisiz bir sahədə işləyə bilərsən. Hamısında sən, məsəl üçün, bilirsən automation test bilirsən, düzdürmü? Sən hamısında automation test eləməlisənmi bütün şeylərdə? Yəni gələ bilə bilməzsən də, qardaş mən automation bilirəm. Gəl sənə automation yazım. Ay falan kəs, mən automation bilirəm. Gəl sənə automation. Ehtiyac varmı? Düzdürmü? Ehtiyac varsa yazacaqsan. Yəni bildiyin şeyi hər yerə tətbiq etmək düzgün deyil. Və yaxud testin növləri var da. Tutaq ki, danışacağıq smoke test. Smoke test nədir? Sən ancaq kritik hissələri yoxlayırsan. Və sən bilirsən ki, məsələn, mənim hər gün loginim işləyir, yoxsa yox, o işləyir, bu işləyir, hər kritiklər işləyir, yoxsa. Mən bu smoke testi hər yerdə aparmalıyam. Yəni bütün atıram da səhiyyə şeyi var, tutaq ki də, mən girəcəm səhiyyə saytında, girəm orada xəbərlərə baxıram ki, görüm bu xəbərlər bu günlər nə olub, nə bitib. Düz, mən burada hər gün login olmasam belə, mən orada şeylə bilirəm, xəbərlərə baxa bilirəm, düzdür, mən hər gün gəlib logini yoxlamalıyam bu belə, sayır yox. Amma sabahlardan məsələn Facebook tutaq. Hər gün Facebookda logini yoxlamalısanmı? Hə. Yəni ona görə deyir ki, test növləri deyək, testin özü hər sahəyə olaraq dəyişir. Məsəl üçün sən bu günləri adı xəbər saytlarında sən şey yoxlamırsan, tutaq ki, necə deyim? Azərbaycanda bir xəbər saytıdır. Sənin maksimum neçə nəfər girə bilər o xəbər saytına da? Atıram, bütün Azərbaycan görürsən 8 milyon, düzdür? Yəni sən orada dayanıb 4 milyardlıq insanı ora load edib şey yoxlamalı deyilsən, görmür. Mənası yox, düzdür? Amma hə, Facebookdur və yaxud Instagramdır falan. Sən burada 4 milyardlıq load yoxlamalısın ki, görür mən bu serverim buna dözürmü yoxsa yox. Söhbət budur. Yəni hər kontekstə uyğun sənin testlərində dəyişir. Çox adi bir şey. Məsələn,